Çox insan prokrastinasiyanı tənbəlliklə səhv salır. Tənbəl insan heç nə etmir, amma buna görə də pis olmur. Amma istirahət edərkən, dostları ilə söhbət edərkən və yaxud da ki, telefondadır, amma buna görə narahatdır, daxildən özünü günahlandırıb qınayırsa, artıq bu prokrastinasiyadır. Prokrastinasiya havadan heç bir səbəb olmadan yaranan bir şey də deyil. Bəs yaxşı, niyə biz ertələyirik? Bu gün mən bunun bir neçə səbəbini açıqlayacağam. Siz burada özünüzə uyğun olanını tapa biləcəksiniz. Əsas səbəblərdən biri insanın mükəmməlliyyətçi, yəni perfeksionist olmasıdır. Bir işi edərkən səhv etməkdən və yaxud da başqalarının qınağından qorxduğu üçün o işi uzadır. Digər səbəb isə koqnitiv qaçışdır. Məsələn, imtahana hazırlaşır, amma beyin bundan qaçmaq istəyir. Görürsən ki, ya telefonda ilişib qalıbdı və yaxud da nəsə yemək üçün mətbəxə keçir, dostları ilə danışır. Yəni kitab oxumayım, ondan başqa nə deyirlərsə edin. Və beləliklə insan beynində qaçış refleksi inkişaf edir. Bu zaman sıxılmağa başladıqda fokuslanmalı olduğun yerdən beyin səni fərqli şeylərə yönləndirir. Bəs bunu necə dayandırım deyirsənsə, ondan 1-ə qədər geri sayıb yerindən qalxmayacaqsan və inan mənə əla nəticədə görəcəksən. Və yaxud da yeni bir dil, idmana başlamaq, diyeta tutmaq istəyirsən, amma görürsən ki, bunları başlamaqda ya çətinlik çəkirsən, ya da etmək istəmirsən. İnsan istəyir ki, atdığı hər addımın nəticəsini tez görsün və yaxud da birdən nəticəni gec alaram, əldə edə bilmərəm deyə məsuliyyətdən qaçır. Bəs bu zaman nə etmək olar? Burada özümüzə düşüncə formalaşdırmalıyıq. Mən məqsədimə çatmaq üçün addımlar atacağam. Nəticənin 100% olmasından asılı olmayaraq.